Belki de bilmirdiniz ama Azərbaycan sadece məscidlərin və karvansarayların torpağı değil. Bu torpaqlar kilsələrin də suskun bir sığınağıdır. Min illər öncə bu dağlar, bu vadilər çan səslərinin yayıldığı müqəddəs bir məkana çevrilmişdi. Hətta burada elə bir kilsələr var ki, Avropanın ən qədim kilsələrindən belə yaşlıdır. Bax elə Kəlbəcərdəki Xudavənd kilsəsi 7-ci əsrə gedib çıxır. Daş-daşın üstündə elə düzülübdür ki, sanki zaman bunun qarşısında acizdir. Və ya Qaxdakı Kürmük kilsəsi. Deyilənə görə burada edilən dualar hamısı qəbul olunurmuş. Səncə Ağoğlan kilsəsi niyə bu qədər möhtəşəmdir? Çünki o sadəcə bir tikili deyil. Bu xalqın tolerantlığını, mədəni müxtəlifliyinin canlı sübutudur. Yəni Alban xristianlığının izləri hələ də burada yaşayır. Elə Göygöldəki Alman Lüteran kilsəsi müqəddəs Yoxan adına Alman kolonistlər tərəfindən Azərbaycanda tikilmiş ən böyük kilsəni də yaddan çıxartmaq olmaz. Bu kilsələrdə sadəcə dua oxunmuyubdu. Burada gizli məktəblər də olub, burada tarix də yazılıb. Hətta bəzən qorxu içində dualar da səslənib. Və indi əsrlər sonra bu sükut içində dayanan məbədlər bizə bir sual verir. Mənim səsimi eşidirsə və əgər Azərbaycanı yaxşı tanımaq istəyirsənsə, sadəcə məscidləri deyil, hətta bu kilsələri də baş çəkməlisən. Çünki bu torpaq sadəcə dini deyil, bu torpaq bir çox ruhların və sivilizasiyaların vətənidir. Və bir şeyi də unutma, Azərbaycan inanc fərqlərinin, tarixlərin və daşların dil açdığı bir yerdir. Sağ olun.